Ali bir müəllimdi məhəbbət. Əhli kəmal edər adiləri. Kamil duyğu, kamil fikir bəxş eləyər insanlara. Kim istəməz əsir olmaq bu hökümdara? Bu tabelikdə bir munislik, bu istirabda bir nəşə yaşar. Şərq poeziyasında möhtəşəm bir vüsətlə səslənən həmin hikmət, Xaqani şeirində dahiyanə bədii pafosla təsdiq olunur. Hüsn atın ey gözəl, meydanda gəl cövlana çıx. Başları döndər kosa, o kosları cövlana sal. Başları kosa döndərmək sehri yalnız qəhrəman biləklərinə yox, həm də sevgili qəmzəsinə verilmişdi. Məhəbbət itayəti səadətdir. Məhəbbət qeyzi aşiqə ehsandır. Məhəbbət əsarəti şəfadır. Eşqi gah tac eyləyib, qoy başına aşiqlərin, zülfünü kahi kəmənd et, boynuna mərdanə sal. Sevgili biganəliyində sonsuz bir şeiriyyət gizlənib. Gözəllik qarşısında əyilməyən başda müdriklik olmaz. Məhəbbət ən qeyri-adi his-həyəcanlar dünyası yaradır. Ona görə də məhəbbətin hökmü mütləqdir. O, riyakar aşiqi zindana salmağa, öz qəmzəsi ilə bülbülü öldürməyə qadirdir. Aşiqin qəlbindən daim sonsuz bir vəcd sədası qopur. Lakin bu vəcddə gözəlliyin çox adi real cizgiləri əks olunur. Xaqanidə bəzən gözəlliyə münasibət qeyri-adidir. Aşiqin ürək sözləri atəşin bir patetika ilə səslənir. Sevgi ilahiləşdirilir. Bütün yaranmışların zirvəsinə qaldırılır. Ülviyyət timsalı kimi tərənnüm edilir. Şair real gözəlliyi qeyri-adi bir patetika ilə vəsf edir. Sanki Füzuli ilə Vaqifin vəhdəti yaranır. And olsun qıpqırmızı pistə kimi ağzına, fındıq kimi səslənən üç bu sənə, ey sona. Narınc kimi çöhrənə, diba kimi üzünə, alma kimi çənənə, ipək kimi özünə. Gözəlliyi təyin edən cəhətlər son dərəcə adidir. Qıpqırmızı, püstə kimi ağız, fındıq kimi səslənən busə, diba kimi üz və s. Əhvali ruhiyyə isə ülvidir, Füzulivaridir. Füzulidə adətən gözəlliyin ən ilahi cəhətləri nəzərə çarpır. Alma kimi çənə ifadəsinə Füzuli poetikasında yer yoxdur. Vaqifin gözəlləri elə alma çənəli gözəllərdir. Xaqani bir anda olsa ülvilik, qeyri-adilik zirvəsindən emmir. Eyni zamanda o, real gözəlliyi həmin zirvəyə qaldırır. Adi keyfiyyətlər haqqında əzəmətlə danışır. Qoşa nərgiz, qoşa gül, o qoşa bülbülə, sərv kimi boyuna, zərif, nazik belinə, lalə kimi bədənə, gülünə and olsun yar, yasəmən ətri verən telinə, and olsun yar. Yasəmən ətri verən tel, sözün əsil mənasında realist detaldır. And olsun yar, ahəngində isə bir patetika var. Patetik pafosla realist detalın birləşməsi şeirə gözəl bir təravət gətirir. Ülvili ilə adiliyin vəhdəti bütün əsər boyu səslənir. And olsun dodağına, o lətif buxağına, o dodaq, o buxaq ki, bənzər gül yarpağına. Dodağa, lətif buxağa and olsun ifadəsində Füzuli vəcdi ilə Vaqif vəsfinin birliyi yaşayır. Sevgili həm də böyük hatəmdir. Sevgilinin aşiqə yetirdiyi nəzərin qiyməti yoxdur. Sevgilinin aşiqə bəxş etdiyi ən kiçik nəzər, ən böyük xəzinədir. Ləbi yaqut, üzü gün kimi o dilbər, gecə şən, qapımın ağzına məst halda gəlib durdu həmən. Məhəbbət nəvazişi, aşiq əzabının misilsiz əvəzi kimi vəsf edilir.
Aşiqlər bu mükafatı adətən sonsuz hicran, qəm-kədər bahasına qazanırlar. Aşiq ömrü iki təzadlı hissəyə bölünür. Yarla görüşə qədər ki və yarla görüş məqamları. Əvvəlki həyatın mənası məhəbbət məqamlarının hazırlanmasıdır. Yarla görüş adi hadisə yox, sirli, sehirli, əvəzsiz, illərə bərabər olan bir an kimi vəsf olunur. Yarın gəlməsi ilahi bir qüdrətin göydən yerə enməsi kimi mənalandırılır. Lakin ali qüdrət göydən yerə endikdə doğmalaşır, məhrəmləşir. Çox mülayim mənə səsləndi. Ay oğlan, bir qalx. Mən soruşdum, gecə kimdi bizi narahat edən? Qapıdan girdi. Sevincdən uca bir səslə dedim. Nə qəribə gecədir. Ah, nə gözəl ovdu gələn. Çox qəribə və psixoloji bir hal yaranır. Görürsən ki, göydən yerə endirilən sevgili son dərəcə mehriban, istiqanlı, qəlbə yatan, şairanə bir xilqət imiş. Şerin ahənginə qəribə bir sadəlik və incəlik təravəti dolur. Hiss edirsən ki, şair özünə olduqca yaxın saydığı bir şəxs haqqında danışır. Meyi tərif elədim, razılıq etdim gecəyə. Dostumu mənzilimə bunlar idi üçün gətirən. Olmasaydı gecə hərgah, üzü olmazdı açıq. Olmasaydı mey, əgər yer, utanardı məndən. Şeirdəki yumor əsərə məlhəmlik, incəlik və sadəlik gətirsə də, vəziyyətin qeyri-adiliyini, ülviyyətini qətiyyən inkar etmir. Xaqaninin təsvir etdiyi gecə adi gecə deyil, sehirli, möcüzəli gecədir. Gecə obrazı şeirdə ən azı 3 mənanı ifadə edir. Gecə, sirlər yuvası. Gecə, sevgilinin üzünü gizlədən pərdə. Gecə, şairin zər-sifətini görünməz edən bir naxış. Dedi, Xaqani, zərə oxşamayır rüxsarın. Dedim, əff eylə, görünməz gecə zər, bilməlisən. Şeirdə məhəbbət gecə adlanan ülviyyətin işığı ilə işıqlanır. Buradakı gecə sevdirən gecədir. Xaqanları vəsf edərkən pərvazlandı, çünki məhəbbət sonsuz tərənnümə layiqdir. Məhəbbətin vəsfində məddahlıq təhlükəsi yoxdur, çünki xaqanlıq keçicidir. Məhəbbət əbədi.